gününə. Bu münasibətlə bizim bağçamızın müəllimləri sizə kiçik bir səhnəcik hazırlayıblar. Gəlin onları Salam uşaqlar. Siz məni tanıdınız? Və siz məni görməyə şadsınız? Axı mən bəzənib düzənib sizinlə görüşə gəlmişəm. Necə də mən tələskirdim. Sizə hədiyyələri paylayım, sizinlə görüşə gəlim. Siz kimsiz? Mən Bahar qızıyam. Bahar qızı. Bəli, bilmək olar ilin bu fəslində, yaz fəslində sizin bizim bağçada nə işiniz var? Ola bilsin ki, fəsilləri səhv salmışam. Axı biz uşaqlarımızla birgə sizi yeni il şənliyindən yola salmışdıq. Yəqin siz fəsilləri səhv salmışsınız. İndi yaz fəslidir. Uşaqlar, qar qızımızı yola salaq getsin. Bəli. Görüşənə dək uşaqlar. Özüm beğenmesen, havaları değitmesen, beni beğenmesen. Sağ salamat, sağ salamat, sağ salamat, sağ salamat, sağ salamat, sağ salamat, Nəhayət ki, uşaqlar sizinlə bərabər qar qızını, qış fəslini yola saldıq, getdi. İndi isə mənim fəslim, bahar fəslidir. Uşaqlar, bahar fəslində hansı bayramımız olur? Novruz! Novruz bayramının adət ənənələrini siz bilirsiniz? Biz Novruz bayramında Kosa keçər, gəlir, sonra geyinirik. Onlardan bişiririk, şəkərlər bişiririk, süfrələrimizi bəzəyirik. Afərin mənim balalarım. Papaq atırıq, bəli. İndi isə uşaqlar, gəlin sizinlə bir rəqs edək. Bu güzel yurduma ilk bahar